Özündə belə düşünmək olurdu ki, kişilərə qarşı bir hərəkətdir. Daha ki, bizim, axı niyə kişilərə qarşı bir hərəkət olsun? Yəni, artıq onlar aşılıb gedibdir. Artıq, yəni, kişilər də bizim haqlarımızı savunmağa məcburdular. Çünki qadın deyəndə, qadın hərəkatı deyəndə insan haqları deməkdir. Niyə ki, haman qədər ki, milli haqlarımızın savunması da insan haqlarının doğrultusu deməkdir. Sənələr əziz və hörmətli Əfsanə xanım Sulduzlu, yorulmayasınız, çox sağ olun vaxtınızı bizə verdiyiniz üçün, bu müsahibənin dəvətini qəbul etdiyiniz üçün. Bilirəm, zamanınız çox dardır, işləriniz də çoxdur, amma çox sağ olasınız ki, yenə də bu darğınlıqda bizə bir vaxt ayırdınız. Azərbaycan Öyrənci Hərəkatı Azot tərəfindən xidmətinizdəyik və çox sevinirik ki, yəni sizin qulluğunuzda olub, sizin dəyərli fikirlərinizi biləcək. Sağ olun, əziz olun. Çox da yormayacaq. Yox, danışacaq. Yəni, çox kiçik bir xülasə bir söhbətlərlə dəyərli fikirlərinizi bilər. Yəni, bəhsə girməyimizdən, öncə elə yaxşı olar, məncə elə, təbii, yəni sizi milli hərəkətdə olan bütün fəalların hamısı tanıdırlar. İllər boyu sizin fəaliyyətləriniz olubdur və sabiqəniz hamıya açıq-aşkardır. Amma yəni də yaxşı olar, məncə elə biraz öz-üzdən bu ki, Əfsanə xanım Sulduzlu adı olduğu üçün hamı bilir ki, Sulduzdansınız. Nə zaman doğulmağınız, hansı məhəldə, haradan gəlməyiniz, neçə ildir xaricə gəlibsiniz, təbii, qaçqın olaraq gəlibsiniz, milli fəallardan, birinci fəallardansınız ki, elə Güney Azərbaycandan qaçqın olaraq məcbur olubsunuz ki, İran hakimiyyətini tərk edib gələsiniz buraya. Biraz elə öz-üzdən, Əfsanə xanım. Sağ olun, mən də öz növbəmdə təşəkkür edirəm ki, önəm veribsiz bu məsələləri bizlə danışmağa, sağ olun, əziz olasınız. Dediyiniz kimi, adım Əfsanə Sulduzlu, nə qədər eləyəm Sulduzluyam, nə qədər elə mənim sicilimin içində gəlib, amma artıq özüm onu Sulduza çevirmişəm və belə istəmişəm. Orada doğulmuşam, boya başa çatmışam. Artıq 1985-dən bəri Güney Azərbaycan torpaqlarına, yəni Sulduzda onun içində deyək, onun xaricində yaşayıram. Və dediyiniz kimi İran İslam Cümhuriyyətinin hakimiyyətinin baskılarına məruz qalan bir insanlar kimi ölkəni tərk etməyə başladım. Mən ailəmlə, onda bir qızım var idi. Və təbii olaraq İran İslam Cümhuriyyətində bizim heç legal olaraq heç bir pasporta da sahib deyildik, amma təbii olaraq arazi keçib və Lənkərana köçdük. Çox istərdik o vaxt Azərbaycanda yerləşək, amma öcünkü siyasi problemlərdən dolayı bizi orada yerləşdirmədilər. Biz Özbəkistanın baş kəndi Taşkənddə 4 il, hududən 4 il orada yaşadıq və oradan 1991-dən bəri 1991-in sonlarından İsvəcə köçdüm. Ailəmlə birlikdə hal-hazırda 3 uşağım vardı. Bir oğlum var, 2 qızım. Artıq böyüyüblər. Və ha belə 2 nəvəm də var, yəni. Belə, elə o zamandan bəri elə siyasi məsələlərlə ilgilənmişəm, ilgimi çəkibdir. Və təbii olaraq 1991-dən bu yüza mən də çoxlu insanlarımız kimi, Güney Azərbaycanlı soydaşlarımız kimi milli məsələlərə maraqlanmışam. Artıq İsvəcdə yaşadığım sürədən bəri milli istəklərimizlə bağlı burada fəaliyyətlərimiz olubdur. Bu günə qədər burada yaşayırıq. Çox gözəl, çox sağ olasınız. Dediklərinizdə də çox gözəl nüktələr vardı. Elə bu ki, 1985-ci ildən siz gəlibsiniz. Bu görsədir, elə sizin sadəcə dışarıda olan fəaliyyətləriniz ilə çox mənə tayların yaşları qədər. Doğru. Bir də elə sözlərinizin bu, bir balaca uşağınız olduğundan, onunla bərabər Araz çayından getməniz insanda bir duyğu yaradır ki, arazda gedəndə o Səmədin
canın əldən verdiyi arazda keçərkən indi düşünürmüşsünüz ki, indi biz də buradan getdik ya. Hətta bir duyğulu bir anlar yaşadıq. Duyğulu bir anlar, çox duyğulu anlar yaşadıq. Çox yaxşı xatırlayıram ki, biz o zaman arazi keçərkən bizi oradan keçirilənlər, bizi ora yardım edənlər ilk milli məsələni Təbrizdə düşünən insanlar idi ki, bizə yardımcı oldular. Baxmayaraq ki, biz, yəni mən şəxsən milli fəaliyyətim yox idi. Bəlkə sərasəri təşkilatların içində o cümlədən deyə bilərəm, yəni əksəriyyət təşkilatının içində biz o zaman fəaliyyət edirdik. Amma bizə yardımcı olanlar milli düşüncəli, o günün milli düşüncəsinə sahib insanlar idilər ki, bizi öz içlərini aldılar və bizim durumumuzu gördülər, bizim saflığımızı və millətimizi belə düşünürdük ki, istədiyimiz təşkilatın amacları ilə, hədəfləri ilə yardımcı olacağıq. Bunlar bunu gördülər bizim simamızda, hər halda bizə yardımcı oldular. Və arazi keçərkən də təbii üçün, ondan zamanda həmişə, ondan öncə də oralardan keçəndə bir arazi bilərdik, bir səmət bilərdik. O tərəfə baxıb və nə bilim, başqa bir millətçi bir fikrimiz olmasaydı da belə, həmişə orada bizim nə isə bir şeylərimiz var, bir arzularımız var orada gerçəklənib və biz də onun gerçəklənməsini bəlkə bu tərəfdə istəyirik. Həmişə bu duyğu yox bizdə, bəlkə çoxlu insanlarımızda var idi. Məndə də bu çox güclü idi. Çünki çox yaxşı xatırlayıram, oradan keçərkən xətər başımızdan sovub qutulandan sonra, yəni artıq Azərbaycan torpaqlarında keçmiş Sovyet Birliyi idi o zaman. Yerləşəndən sonra mən baxdım Arazın o tayına ki, Ərdəbil tərəfləri olurdu və çox ağladım, duyğulandım. Və onda belə düşünürdüm ki, biz çox bir qısa müddət buranı, ölkəni tərk etmişik. Sonra baxdım, dedim, və biz bu yüzə keçdik, nədir o yüzə keçəcəyik? Da bir də o yüzə biz keçənmərik ki. Amma belə düşünürdüm ki, yox, məsələn, bir il ikili qəbul eləmirdim. Amma baxın, illər ötdü, biz hala torpaqlarımıza ayaq basmağa hələ həsrətdəyik. 27-ci il yəni olur. Amma eyni halda doğrudur, yəni siz işarə etdiyiniz kimi, o zaman da yəni sizi arazdan keçirilən insanlar elə gözəl də dedi, simanızda bu milli düşüncəni tam gördüklərinə, yəni indi əlində artıq buna əmin ola bilərlər. Necə ki, milli hərəkətdə buna əmin oldu. Yəni, özəlliklə 91-ci ildən yəni, buraya gəldiyinizdən sonra özəlliklə Güney Azərbaycanda qadın bölümündə çoxlu sizin əməkləriniz olub və fəaliyyətləriniz olubdur. Elə mən oradan istəyirdim, yəni bəhsə izin versəz elə birbaşa edək bəhsə. Üçün, yəni eşidənlərimiz və görənlərimiz də tam xatırlayırlar ki, 2012-ci ilin may ayında Güney Azərbaycan, yəni belə desək, uluslararası Güney Azərbaycan türklərinin forumu keçirildi, birincisi Ankara şəhərində və orada yəni konsey yaradıldı və o konseydə çoxlu təşkilatlar iştirak etdilər və çoxlu maraqlı söhbətlər oldu. Amma lap belə, yəni orada elə hamının işarə elədiyi də bu idi ki, sizin çox gözəl bir çıxışınız oldu və çox gözəl bir nüqtələrə işarə etdiniz. O nüqtələrin ən önəmlisi Güney Azərbaycanda qadın hərəkatı və qadınların ümumiyyətlə Güney Azərbaycanda durumları, vəziyyətləri və yəni milli hərəkətlə necə fəaliyyət etməkləridir. Mən istəyirəm elə buradan yəni sizə bir baxışınızı biləm ki, yəni orada o çıxışınızda siz nələrə düşünürdünüz? Nə oldu ki, o bir halda ki, konseydə yəni bəhslər ayrı bir zad idi, amma o şücaətlə çıxıb və qadın haqlarından orada ifa edib savunmanızda nələr oldu ki, yəni o anları yaşadı? Doğru, uluslararası Güney Azərbaycan türklərinin birinci forumu ki, sonra indi artıq konsey adı ilə işlərini davam etdirir. Ankara şəhərində oldu və siz dediyiniz kimi çoxlu dəyişikli milli təşkilatlarımız, milli fəallarımız, müstəqil fəal insanlarımız, milli fəallarımız orada, millət vəkilləri, ziyalilər, çoxlu insanlar orada iştirak etmişdi və çox yəni yuxarı səviyyədə bir toplantı idi. Xüsusilə Türkiyədə, Türkiyənin başkəndi Ankara olması çox önəm daşıyırdı bir siyasi bir şəhər olaraq və ilk dəfə
Güney Azərbaycan adı daşıyan bir toplantı yüksək səviyyədə. Bu, hər kəs sevindirirdi, məni də sevindirirdi. Və dediyiniz kimi orada Güney Azərbaycanın önündə olan sorunlar, problemlər, bunu necə uluslar arasına daşımalıdırlar, hansı formalarda bunu ələ alındı, dəyişik insanlar, partiyalar, milli partiyalar fikirlərini söylədilər. Amma təəssüf ilə hər zamanki kimi təbii bu adət ənənə olaraq birincisi qadınlarımızın sayı orada hər zamanki kimi az idi. Və ha belə təbii orada hər kəs şəxsi çıxışlar, millət vəkilləri, milli təşkilatların təmsilçiləri danışarkən elə Güney Azərbaycanın sorunlarını hər kəs hər dəyişik alanlardan dilə gətirirdi. Amma təəssüflər olsun, bu bir adətə çevrilibdir. Bu milli alanda nədənsə qadın sorunları kimsənin tərəfindən vurgulanmırdı. Bəlkə bunların proqramlarında 100% hətmən vardı ümumi olaraq. Amma orada bəlkə özət olaraq bir çıxışdı, heç kimsə demirdi və orada hər kəs, hətta belə bir söhbət var idi ki, Güney Azərbaycanın qurtuluşundan sonra Qarabağın da, Qarabağda erməni daşnaqlarının əlində olan torpaqlarımız da belə azad olacaq. Doğru, mən bunlara inanıram, güvənirəm. Amma mən də orada çıxıb, təbii olaraq, yox etiraz kimin, bəlkə güc qatmaq istədim ki, bu milli hərəkətdə Güney Azərbaycanın əgər sorunlarını uluslar arası daşımaq istəyiriksə, bunların içində, başında qadınlarımızın sorunları, qadınlarımızın hərəkətə qatılması və qadınlarımızın hərəkətə qatılması ilə milli hərəkətimizin nə qədər güc sahibi olması, güclənməsi, bu məni hər zaman maraqlandırdığı kimi və orada da bunu vurguladım. Təbii olaraq bu hər kəsin tərəfindən alqışlandı deyə heç, xüsusilə qadınlarımız və gənc qızlarımız tərəfindən çox belə ilgi ilə, çox maraqla alqışlandım. Sonradan mənə gəlib müraciə edənlər oldu ki, bu çox düz məsələdir, biz bunu ələ almalıyıq, doğru məsələyə işarə etdiniz. Yəni, bu məsələlər var idi və dediyiniz kimi mən belə görürəm, yəni. Biz milli məsələ deyəndə, milli sorunlar deyəndə bu çox böyük bir alandır. Milli hərəkət zaten ədalətsevər bir hərəkətdir. Və milli kimliyimiz söz konusu olanda cinsi kimliyimiz də söz. Yəni, hər ikisi də bir kimlik məquləsidir məncə. Hər ikisi birlikdə ələ alınmalıdır. Çünki milli kimlik deyəndə etnik kimliyimiz söz konusudur və cinsi kimlik də deyəndə cinsi kimliyimiz söz konusudur. Artıq bilirsiniz, öğrenci hərəkatı bunu daha yaxşı bilir məncə. Bu 5-6 il, yəni artıq qadınların qadın məsələsinə qatılmaları və bunu mətrəh eləmələri milli hərəkətin içində bəlkə 8-9 ilin söhbəti ola bilər. Amma artıq 4-5 ildir bu hər kəs tərəfindən vurgulanır. Niyə? Çünki artıq insan haqları içində bir yerləşən bir məqulədir. Artıq həm milli məsələ və belə həm qadın məsələsi insan haqlarının içində və belə BMT-nin bilirsiniz ki, konvansiyonlarının içində altı çizilərək yəni bunu ələ alması şərtdir. O yüzden mən yəni belə düşünürəm. Bugün bizim qadın sorunlarının həlli elə milli məsələnin həlli ilə birlikdə irəli sürülməlidir. Və milli fəallarımız, milli təşkilatlarımız yox qadınlara yalnız bizə güc olsunlar, gedək qabağa, gücümüz çox olsun, teydadımız çox olsun deyə yanaşmamalıdırlar. Bəlkə doğrudan qadınları, yəni aydın düşüncəli bizim erkəklərimiz, necə ki həmişə tarix boyu da olubdur, aydın düşüncəli bizim erkəklərimiz, erkək soydaşlarımız
qadın məsələsinin həllində artıq yəni ayaq qabağa qoymalıdırlar. Bunu irəli sürməlidirlər. Gözəl. Yəni sizin sözü yəni dəstək olaraq orada elə yəni siz işarə etdiyinizdən sonra da elə mübahisələr çox olundu. Özəlliklə konseyin içində və konseyin yəni idarə heyətdəki seçildi və bu qərar da yəni verildi eşiyə və birinci cəlsəsində seçildi elə. Konseyin idarə heyət tərəfindən yəni siz o qadın bölümünün sorumlusu seçildiniz. Uluslararası Güney Azərbaycan Türkləri Forumunun tərəfindən qadın bölümünün sorumlusu oldunuz. Yəni sözlərinizdə işarə ediniz, yəni qadınların sayısının az olmağı və təqribən bir acı bir adətə çevrilibdir. İndi sizin baxışınızda bu yəni bu keçmişimizdən belə olubdur, yoxsa yəni tarixən də elə biz elə qadınlarımız yəni Güney Azərbaycanda həmişə elə bu qədər yəni aktiv olublar, yoxsa bu zamanlarda, biz tariximizdə məsələn Dədə Qorqud dastanlarında falanlarında onlarda yəni belə bir zat var mı yoxsa? Valla siz daha gözəl sualdır yəni. Mən belə düşünmürəm. Mən belə düşünürəm ki, biz keçmişimizə qayıdanda biz keçmişimizlə çox öyünməliyik, keçmişimizə çox iftixar etməliyik. Amma bu tək yetməz. Bu gücün artıq bizə yetməz. Amma doğru, biz keçmişimizi, tariximizi oxumalıyıq ki, bir güvənc qaynağı olsun bizə. Biz belə İran, indi əski İran tarixi deyən, bundan öncəki tarixə də qayıdanda biz qadınlar heç zaman yəni kişilərin arxasında olmayıblar, söz sahibi olublar, hökmdarlıq ediblər, təsmim tutublar. Və hətta belə ilamların doğrunda bizim qadınlar din rəhbərliyi görəvini də boyunlarına alıblar. Və Dədə Qorqud dastanlarında siz bilirsiniz ki, Türk və Moğol dastanlarında ki, bu dastanlar Dədə Qorqudun hekayələri, Dədə Qorqud kitabının hekayələrinin içində gəlir. Orada qadınlar kişilərlə, erkəklərlə eşit bir vəziyyətdə olublar. Qadın söz deyir, təsmim tutur, qəbilə başçısıdır qadın. Ailəni yönədir, uşağa öğüt verir. Savaş zamanı gəlir ki, savaş meydanlarında olur. Və zamanı gəldikdə incə duyğularla ailəsinin başında durub uşağına və əri ilə birlikdə ailəsinə öğüt verir. Həmişə sıxıntı olanda qadına müraciət edirlər. Dədə Qorqud hekayələrində belədir. Kimsə sıxılırsa qadına müraciət edir. Bu bizim dastanlarımızdadır. Yəni Dədə Qorqud dastanlarında qadın fədakarlıq deməkdir. Qadına inanmaq deməkdir. Amma əksində başqa xalqların hekayələrində, kültürlərində belə deyil. Yəni orada qadın şər simgəsidir, qadın şeytanlıq simgəsidir, qadın fəsad simgəsidir. Amma dediyim kimi bizdə fədakarlıq simgəsidir, güvənc simgəsidir. Və bunlar bizim tariximizdir. Tariximizə inanmasaq, özümüzə inanmasaq, həmişə kölə qalarıq. Yəni başqa kültürə yenilərik. O yüzden tariximizi öyrənməliyik və tariximizə dayanaraq bugünkü kurallar üzrə qadıncılığımızı irəli sürməliyik. Qadın həqlərimizi incələməliyik və şükürlər olsun, doğru biz qadın hərəkatı deyərək teoride, təəssüflə milli hərəkətdə deyə hala bir teorik və nəzəri baxımından bir pişməmişik. Amma bunun mən görə bilirəm ki, yavaş-yavaş bu addımlar atılır qadın hərəkatının güclənməsinə, qadın hərəkatının güclü halda yaranmasına. Yəni, belə görürəm. Əfsar xanım, sözlərinizdən, yəni sözlərin içində bir nöqtəyə işarə edədiniz. Onu biraz artıq sizdən fikrinizi bilmək istəyirdim. Bu ki, yəni Güney Azərbaycanda qadın hərəkatına işarə olunur
Təbii, yəni milli hərəkət biz adlandırsaq əgər Cümhuriyyət Azərbaycanda gedən azadlıq hərəkatı, bunun çoxlu şaxələri olur. Yəni öyrənci hərəkatçısı olur, yəni fəhlə hərəkatçısı və qadın hərəkatçısı. Bəzi yoldaşlar buna inanırlar, yəni bəziləri bu sözü önə sürürlər ki, bu hərəkətlərin hər birisi, məsələn, öyrənci hərəkatını çıxaq ya fəhlə hərəkatında biraz çıxsaq, özəlliklə qadın hərəkatı bir müstəqil, yəni özgür bir hərəkət. Yəni ola bilsin, biraz feministi baxışdan baxırlar. Və Cümhuriyyət Azərbaycan, yəni milli hərəkatı, qadın hərəkatının tam istəklərini verə bilməyəcəkdir biləsinə. Eyni halda bəziləri də buna inanırlar ki, elə qadın hərəkatı milli hərəkətin içində tərif olunmalıdır. Sizin baxışınızda necədir? Yəni milli hərəkət dediyimiz o qədər qapsamlıdır ki, bunu öz içinə ala bilir. Yəni bizim istəklərimiz, əgər milli hərəkət dediyimiz tam istəklərini ortaya qoysa, qadınların problemləri də həll olunacaqdır, yoxsa yox? Bilirsiniz nədir? Qadın hərəkatı və milli hərəkət hər ikisi də toplumsal hərəkətlərdandır və siz dediyiniz kimi habelə işçi hərəkatı və gənclər hərəkatı hamısı bu toplumsal hərəkətlərdən sayılır və qadın hərəkatı, milli hərəkatı bir-birə çox oxşarlıqları var, çoxlu cəhətlərdən bir-birə yaxınlıqları vardır. Yəni, milli hərəkət dediyəndə milli hərəkət elə böyük bir alandır ki, hər şeyi, bütün bu hərəkətləri, bu toplumsal hərəkətləri içinə ala bilər. Alacaq kapasitədə vardır. Məncə eləyə bilər. Və ona görə də bir milli, yəni milli boyutda bir proqram hazırlamaq lazımdır. Milli boyutda, yəni qadın məsələsinin, qadın sorunlarının həllinə milli boyutda bir proqram yəni tökmək lazımdır. Milli fəallar tərəfindən, milli təşkilatlarımız tərəfindən. Bunları nəzərdə alaraq mən şəxsən özüm qadın hərəkatının müstəqilliyini düşünürəm. Qadın hərəkatı bir müstəqil hərəkət olaraq olmalıdır. Amma təbii, indi belə bir fikirlər də var ki, qadınlarımızın sayısının az olduğu, zaten qadın hərəkatını bu gün istəyib müstəqil halda da yürüdənlər elə milli qadın fəalların içindən çıxırlar. Budur. Və çoxlar da belə düşünürlər ki, əgər milli fəallarımız, qadın fəallarımız milli hərəkətdən çıxıb və müstəqil bir qadın hərəkatı istəsələr, yürüsünlər, bu milli hərəkətə zərbə olar. Mən belə düşünmürəm. Yəni, düşünürəm ki, milli qadın hərəkatı müstəqil olmalıdır. Amma dediyim kimi, bunu çox incələməliyik. Və milli hərəkət özü qadın hərəkatında da çox müsbət təsir qoya bilər. O yüzdən milli fəallarımız bugün yuxarı səviyyədə proqramlar qadınların sorunlarına, həllinə can atmalıdırlar. Baxın, biz yalnız bu 100 il tariximizi nəzərdə alsaq, bizim çox aydın düşüncəli erkəklərimiz olubdur ki, qadın sorunlarını önə çəkiblər. Qadın sorunlarını önə çəkiblər və məncə onlar olmadan, onların vərindən bu məsələlər həll olur. Onlar olmadan biz çox axsayacağıq. Belə düşünməməliyik ki, bir aşırı feministlər ki, qadın məsələsinin həllini yalnız erkəklərin olmamazlıqlarında görürlər və o atabəylik sistemini, yəni atabəylik sistemini erkəklərin özünə yönədirlər. Dərhal ki, o sistemin, atabəylik sisteminin özünü biz sual altına aparmalıyıq və bizim və dediyim kimi feminist qadınlarımız müstəqil qadın təşkilatlarının içində belə olsalar, əgər milli məsələyə etinasız qalsalar, yəni demokrasiyadan uzaq düşüblər. Ha belə onun əksi də bizim millətçilərimiz qadın məsələsinə etinasız qalsalar, həman qədər yenə demokrasiyadan uzaqdırlar. Çünki artıq dediyimiz kimi milli məsələ və qadın məsələsi hər ikisi artıq insan haqları çərçivəsində yerləşir. Demokratik bir alanda yerləşir və demokrasiyanın doğrultusu deməkdir. Və belə görməliyik. O yüzden bizim milli fəallarımız, ziyalılarımız günü-gündən artıq
çaba göstərməlidirlər, yazmalıdırlar, pozmalıdırlar qadın haqları ilə bağlı. Yəni ayaq yeri qoymamalıdırlar. Çətin yoldur, amma ayaq yeri qoy. Yəni bir-birə girmiş bir məsələdir. Dediyim kimi bizim feminist qadınlarımız əgər bu cür müstəqil bir düşüncələri vardı, milli məsələni də görməlidirlər. Görməsələr, bunu yenə altını çizərək deyirəm, yəni demokrasiyadan uzaqdırlar. Çox təşəkkür, çox sağ olasınız fikirləriniz üçün. Valla sizi də çox yormayın, Əfsanə xanım. Bir dənə son bir sual. Özellikle yəni bu dışarıda milli fəallarımız, yəni Dünya Azərbaycanın içi durumu fərqli. Amma dışarıda olan fəallar onu bilmək istedim ki, Dünya Azərbaycanda yəni qadın hərəkatına necə köməklər, necə addımlar ata bilərlər. Yəni məsələn siz 91-ci ildən ki, yəni dışarıya çıxıbsınız, burada çoxlu fəaliyyətləriniz olubdur. Neyse görəm, məsələn bu konsey, yəni konseyin sorumlusu olaraq sizdən bir sual verirəm sizə ki, konsey qadın hərəkatına necə kömək eləyə bilər? Yəni sizin beyninizdə nə, məsələn eşikdə seminarlar keçirilmək yaxşıdır, yoxsa konferanslar, yəni nə cür kömək edir? Bilirsiniz, konsey zaten amaclarında da bu vardı ki, Güney Azərbaycanın sorunlarını uluslar arasına daşıyır. Və bunu dəyişik ölkələrdə və mən bunların işlərini təqib edirəm. Şükürlər olsun, əqolları arğımasın, doğrudan yaxşı, gözəl çabaları vardı. Elə may ayından bəri bunlar dəyişik yerlərdə olub və Güney Azərbaycanı sorunlarını və adını toplumlara daşıyıblar. Qadın məsələsinə də gəldikdə, birincisi dəyişik, məncə komitələr yaranmalıdır. Qadın məsələsini uluslar, yəni içində bir komitələr yaranmalıdır. Təbii gücümüzə görə dərgisi olmalıdır. Sitə, özəl qadına aid sitə yaranmalıdır. Və konferanslar, seminarlar dəyişik ölkələrdə. Bunlar yəni ilk addımlardandır ki, atıla biləcəkdir. Və bu arada seminarlar, konferanslar bilirsiniz ki, bizim çoxlu Azərbaycan, Türk qadınlarımız vardı xaricdə ki, feministi hərəkətlərdədirlər. Çox gözəl, yəni mən alqışlayıram. Amma təəssüf ilə milli məsələdən uzaqdırlar bunlar. Yəni biz bunların içinə məsələni aparmalıyıq. Bunların içində işləməliyik və konsey təbii bunu amaclarında yerləşdirməlidir, buna kömək eləməlidir. Bildiyim qədər avqust ayında idarə heyətindən bir heyət olaraq Avropaya gələcəklər. İnşallah olsun ki, bizlər də qatıla bilək, sizin özünüzdən, mən özüm də qatılıb və heç olmasa Avropanın neçə yerində eləyə bilək seminarlar, konferanslar yüksək səviyyədə keçirdək və orada da bütün insanlarımıza mesajımızı verək. Çox sağ olasınız. Dəyərli Əfsanə xanım, Sulduzlu zamanınızı bizə ayırdığınız üçün, dəyərli fikirləriniz üçün. Mən şəxsən çox öyrəndim, çox da öyrəndim sizdən. Təbii mübahisədir ki, çox zaman istəyir. Bilirəm, yəni sizin beyində olanların çoxusunu xülasə olaraq dediniz. İnşallah ümid edirik ki, bundan sonra da təbii bu görüşlər davam edəcəkdir və elə ara sıra sizin zamanınızı alacaq. Yəni də minnətdarlığımı bildirirəm öz tərəfinizdən. Yenə də indi son sözünüz, yəni son baxışınız. Valla son sözüm yenə də bunu demək istəyirəm ki, elə yenə qadıncılıq məsələsinə qaytarmaq istəyirəm son sözümü. Bilirsiniz ki, insanlar toplumun içində toplumu insanlar yönədirlər və bu insanları da pişirib yetirənlər qadınlardılar. Qadınlardılar ki, topluma yönədici insanları verirlər. Və mən də şəxsən özüm bir ana olaraq, analar başda gəlməklə bu uşaqlarına bu güvəni verməlidirlər. Yəni özlərinə güvənərək, keçmişlərinə dayanaraq, kültürlərinə dayaq duraraq bu rolu da gələcək toplum yönədicilərinə verməlidirlər. Əksi bu, yəni
əksi bu olsa, bir qadın ki, özünə güvənməyə, xalqının tarixini bilməyə, dayanmaya ona, kültürünü bilməyə, toplumun çətinliklərinin qabağında əyilə, təbii elə bu rolu da gələcək toplum yönəticilərinə verəcək və faciəyə yol açacaqdır. O yüzdən özümüzə inanmalıyıq, özümüzə güvənməliyik, keçmişimizə qayıtmalıyıq, keçmişimizi öyrənməliyik və xüsusilə toplumumuzu düşünməliyik. Çünki burada mən bunu xüsusi vurgulamaq istəyirəm ki, çoxlu xaricdə mən yaşadığım dövrdə Azərbaycanlı türk qadınlarımız vardı, amma təəssüf ilə biz belə deyirik də, ümumiyyətlə qadınlar ikinci sinif şəhribənd sayılırlar. Yəni, sitəm-i müzaif dedik də. Biz milli, yəni qeyri-hakim etnik qruplar olaraq artıq 4-cü sinif insanlar tanınırıq. Biz qadınçılığımızı unudanmarıq, ata bilmərik. Amma təəssüf ilə bizim vardılar içimizdə qadınlar ki, Avropada çoxdular ki, yəni alternativləri bu olur ki, etnik kimliklərini atsınlar və etnik kimliklərini atıb, heç olmasa dırnaq arası, yəni mənə də siz qədər zülm olur, yəni belə var, məsəl var ki, deyirik ki, buralarda çox rastlaşırıq buna ki, deyir, atam türk, anam da türk, özümü Tehranda böyümüşəm, farsam. Bu o deməkdir ki, yəni fişar buna gəldikdə, bu artıq o etnik kimliyini atıb və yabancı kültürə dayanır. Özünə inanmır, köləliğə yol açır. Biz bunu bugün görməliyik. Mən bunu qadınlarımıza arzu edirəm. İnşallah ki, dediyim kimi, yəni biz işarə etdik ki, bizim keçmişimiz çox parlaqdır. Hətta bu 100 il çağdaş tariximizə baxsaq belə, məşrutə hərəkatından önə də baxsaq, yəni təmbaku hərəkatlarına da baxsaq, orada bizim çoxlu savaşçı qadınlarımız olubdur. Zülmə usyan edən qadınlarımız olub ki, Zeynəb Paşa onun başında gəlir, bilirsiniz. Bunu deməkdən istəmənəm keçəm ki, Nasirəddin Şah belə deyirlər ki, təmbaku hərəkatında ki, bütün təmbaku imtiyazını İngilis şirkətlərinə verəndə canı tütün kullanmaq istəyir, tütün istəyir. Orada olan, haramsarada olan qadınlar deyirlər ki, təhrim olub tütün. Deyir, kim təhrim elədi bunu? Qadınlar deyirlər ki, bizi sənə halal edənlər. Yəni, bizim belə haramsarada belə kimliklərini düşünən qadınlarımız olubdur. Yəni, sözü uzatsaq çox olar. Ya, hətta Səttarxan hərəkatında, məşrutə hərəkatında bilirsiniz, başqa xalqlar zülmüdən, kasıbçılıqdan qızlarını və qadınlarını satmaq məcburiyyətində qalanda türk qadınları zənci paltar geyib, savaş paltarları geyib və savaşırdılar. Bunlar hamısı tarixdirlər. Yəni, demək, bunları saymaq, sıralamaq çox olar. Saymaqdan, sıralamaqdan yenə də sözüm buna gəlir ki, özümüzə inanmalıyıq, özümüzə güvənməliyik. Özümüzə güvəndikdə biz kölə olmarıq başqa kültürə. İnşallah ki, yəni belə olsun. Mən də sizdən təşəkkür edirəm. Siz də öz dəyərli vaxtınızı mənə ayırdınız, mənim fikirlərimi eşitmək üçün. Bilirəm ki, indi ki siz dediniz, mən öğrenci hərəkatı olaraq mən sizin fəaliyyətlərinizə 2 ildən bəridir ki sizi tanıyıram. Burada şahid olmuşam ki, gecə gündüz demədən hər zaman mən deyərəm ki, bir herfeyi bir kadr kimin, yəni herfeyi kadr odur ki, bir yandan biləsinə maaş gəlib və oturub yalnız herfeyi çalışır da, bir programı var, bu işi budur. Amma sizlər xaricdə yaşamayınızı sürütmək zorunda ola və nə bilim, buranın çətinliklərinə rağmen gecə gününüzü yüzü, yəni bu məsələlərə qoyub millətimizin aydınlaşmasının yolunda,
millətimizin gələcəyi yolunda bu qədər sərf edirsiniz. Yəni mən şəxsən də bir ana kimi, bir qadın kimi öyünürəm, sevinirəm belə bir gənclərin olmağına. Mən təşəkkür edirəm sizdən. Çox sağ olasınız. Elə borcumuzdur təbii hamımızın. Yenə də çox sağ olasınız Səna xanım. Yenə də minnətdarlığımızı bildirirəm. İnşallah ki, bunlar arzucu olaraq davamlı olacaq. İnşallah, inşallah. Mütləq, yəni bunları yəni ardıcıl olaraq gözəl olar. Başqa qadınlarımızla, mənlə, başqa yəni milli fəallarımızla məsələləri inşallah ki, arada qoyaq. Çox sağ olasınız Səna xanım, sizə vaxtınızı verdiyiniz. Çox sağ olasınız. Sağ olasınız. Bizim aydın düşüncəli kişilərimiz olublar ki, qadın haqlarını savunmada qələm vurublar. O cümlədən məsələn, Təcəddüd qəzetəsində feminist deyəndə 1295-99-cu iləcək, yəni 4 il dövründə Təbrizdə Dr. Rəfiqan Əmin feminist Mustar adı ilə, yəni İran ədəbiyyatının, siyasi, ictimai ədəbiyyatında birinci dəfə bu qavram, bu vacə işlərindir də. Yəni biz bunlara iftixar eləməliyik. Biz bunlara iftixar eləməliyik. Ya Məhəmməd Təyyixan Rəfət, yenə də o Femina Mustar adı ilə nə qədər məsələn qadınların haqlarından, qadınların toplumda olmaqlarından defa edildi, qələm vuruldu. Ay sağ ol, 100 il bundan qabaq məsələsidir. Və qadınlar, siz orada deyirsiniz ki, birinci dəfə, yəni keçmişimiz nə idi? İran tarixini, İranı bütünlükdə nəzərdə alsaq, birinci qadın əncümənləri, qadın toplumları yenə də Azərbaycanlı qadınlar tərəfindən düzənlənmişdi. Və orada da o zamanın şəraitinə baxmayaraq ki, o zamanın şəraiti məsələn, tolidat-ı daxiliyyə, məsələn, üretim məhsullarını müdafiə etməkdə bunu nəzərə alırdılar. Amma yanında qızlara mədrəsə qoymağı da hədəfləyirdilər, amaclayırdılar. Bütün yəni bu dəyişiklik qadın, nə deyərlər, əncümənləri ki, yaranırdı və onların başında bizim çox dəyərli kişilər də, yəni erkək soydaşlarımız da gəlirdi ki, birlikdə bu əncümənləri yaratmağa can atırdı. Və bunlar, yəni mən çox, məsələn, budur ki, biz tariximizə qayıtmalıyıq. Vaxtı tarixdə belə çox uzun bir tarixdə deyil, keçmişdə bunlar olubdursa, nədən biz bugün, siz diqqət edin, yəni qadınçılıqla bağlı farslar artıq teori və nəzəri baxımından pişiblər, özlərini yetiriblər və indi o teoriya dayanaraq praktiklərini irəli sürürlər. Amma bizim toplumumuzda bu yoxdur. Bu acınacaqlı bir durumdur.